Qarabaşaq bəlkə də 1000 dəfə gördüyünüz, amma dəyərini tam bilmədiyiniz ən möhtəşəm təbii qidalardan biridir. Bu videoda sizə qarabaşağın, yəni qreçkanın gizli qalan, amma sağlığı alt-üst edən, inanılmaz faydalarını danışacağam. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Qarabaşağın tərkibində rutinin adlı çox güclü bir maddə var. Bu maddə damar divarlarını möhkəmləndirir, qan dövranını yaxşılaşdırır və ürək-damar xəstəliklərinin riskini xeyli azaldır. Bu nə anlamına gəlir? Ayaqlarda yorğunluq azalır, qan təzyiqi normallaşır və ürək daha rahat işləyir. Sanki damarlarınızı yuyub təmizləyir. Qarabaşağın tərkibindəki kompleks karbohidratlar sayəsində bədəni gün boyu yormadan enerji ilə doldurur. Səhərlər qarabaşaq yedikdə insan gün boyu yorğun olmur, sakit, sabit enerjili olur. İdmançılar təsadüfən deyil ki, bunu təbii enerji batareyası adlandırır. Çoxları bilmir ki, qarabaşaq maqnezium, dəmir və B qrupu vitaminləri ilə beyni qidalandıran ən güclü qidalardandır. Nəticədə yaddaş güclənir, diqqət artır, stress azalır, əsəb sistemi sakitləşir, beyin daha aydın işləyir, özünüzü daha yüngül, daha rahat hiss edirsiniz. Qarabaşaq heç bir gluten ehtiva etmir. Bu isə onu mədə problemi, qəbizlik, qaz, şişkinlik yaşayan insanlar üçün ideal edir. Mədə divarlarını qoruyur və həzm sistemini yüngülləşdirir. Qısası mədəni rahatlaşdırır, bağırsağı işlədib təmizləyir. Qarabaşaq insanı tox saxlayır. Kalorisi azdır bədəni, yağ yandırma rejiminə keçirir. Ona görə də pəhrizlərdə birinci sırada gəlir. Gündə bir kiçik porsiya belə iştahanı azaldır, şirniyyat istəyini kəsir. Qarın bölgəsində yağ yandırır. Yəni həm yeyirsən, həm də arıqlayırsan. Bəs necə istifadə etməliyik? Qaynadıb yemək, kefirlə qarışdırmaq, salatlara qatmaq, hətta səhər yeməyində yulaf kimi istifadə etmək lazımdır. Ən yaxşı nəticə üçün gündə 2-3 xörək qaşığı kifayətdir. Qarabaşaq sadə görünür, amma bədən üçün tam bir təbii dərmandır. Onu rasiona əlavə edin və fərqi öz gözlərinizlə görün. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.